Salam, hər vaxtınız xeyir olsun əziz dostlar. Hər birinizi salamlayıram. Bugünkü bizim dərsimiz OSI layer və TCP/IP modelinə həsr olunacaq. Bildiyiniz kimi, OSI layer elə bir layerdir ki, hansı bir intervyuya gedəndə onun sizdən soruşurlar ki, neçə cür level var, enkapsulyasiya, dekapsulyasiya necə olur və ilk növbədə OSI-ın mən açıqlamasını deyim, Open System Interconnection gedir. International Organization for Standardization tərəfindən hazırlanmış bir modeldir. 7 layer'dan ibarətdir. Gəlin o layer'ın şəkillərini mən göstərim sizə. Deməli, baxın, OSI layer'ımız bizim 7 qatdan ibarətdir. Physical layer, data link, network, transport session, presentation, application. Hər layer'ın özünə görə rolu və xüsusiyyətləri var. Birinci bizim layer'ımız, gəlin burada onları yazaq. Birinci layer'ımız, deməli, çəkirəm ortaya bunu. Ya bilək nədir? Physical layer, yəni fiziki layer. Yəni şəkildə baxaq. Fiziki layer'da gördüyünüz kimi bizdə bitlərin fiziki mühit vasitəsilə ötürülməsidir. Yəni burada elektrik siqnalları, optik impulslar, radio dalğalar istifadə edilir. Nümunə isə gələndə, yəni birincisi bizdə USB kabellərdir, fiber kabellərdir və RJ45 konnektorlar. Yəni birinci layer physical deyəndə, yəni fiziki layerlərdən gedir. Yəni belə deyək də, doğru deyək də kabelləşmədən gedir. Yəni siz burada başlıqlar vurursunuz, kabelləri qoşursunuz falan, 5 məkan. Birinci layer'ımız bizim o deməkdir. İkinci layer'ımız isə bizim gəlir data link layer. Gördüyünüz kimi data link layer'da yoldaşlar artıq burada bizdə MAC, fiber channel var, frame var, relay var, tokenling, Ethernetlər. Yəni ikinci layer kanal səviyyəsidir. Yəni eyni şəbəkədə daxilində məlumatların ötürülməsidir. Yəni görürsünüz, routerun MAC var, switch'in MAC var, hansısa cihazı qoşulanda MAC alır. Yəni məlumatların ötürülməsi, tutalım ki, bizdə bir routerımız var, ora qoşulubdur printer, Wi-Fi, notebook, öz aralarında bir məlumat ötürürlər. Yəni buna ikinci layer'a nə daxildir? Əsas yəni funksiyaları MAC addressing, yəni MAC ünvanlanma. İkinci bizdə aiddir CLC. CLC yəni xətaların aşkarlanması deməkdir. Və üçüncü də frame formatting. Yəni frame'in formatlaşdırılmasıdır. Frame yəni kadrlarımızın. Protokollara da nə aiddir? Yazıram burada protokol. Yəni orada soruşur C vasitəsindən. Deməli bizə aiddir Ethernet, ARP, Address Resolution protokol və Wi-Fi-dəki standart olaraq bizdə 802.11 protokolu ilə istifadə olunur. Yəni yenidən bir-birlərinə məlumat ötürmək. Etherneti saldınız məsəl üçün routerdan notebooka artıq başlayır öz aralarında məlumat mübadiləsi ötürməyə və yaxud da hansısa avadanlığınızı Wi-Fi-yə qoşulanda orada Address Resolution protokol gedir, orada ARP deyirlər ona, Wi-Fi ilə, ULAN-la fərqi yoxdur. Bizim üçüncü layer'ımız isə network layer'ıdır, yəni şəbəkə layer'ı. Network yazıram layer. Network layer, yəni doğru deyirsək, axır üçüncü biz qatdayıq. Gördüyünüz kimi burada bizdə şəbəkə protokollarımız var. IP, ARP, IPsec, ICMP, IGMP və OSPF. Görürsünüz, Path Determination and Logical Addressing. Yəni müxtəlif şəbəkələr arasında marşrutlaşdırma. Yəni siz məsəl üçün belə deyək, Cisco Packet Tracer'da, nə bilim DNS3-də, Event-də, P-Network-da şəbəkə qurduğunuz zaman fərqi yoxdur, hansı orada belə deyək, routing üzərində, hansı topologiya üzərindədir, OSPF-dir, ICMP-dir, BGP-dir, ERGP-dir, RIP-dir. Onlar arasında marşrutlaşdırma qurulan zaman artıq o network layering aiddir. Yəni bunun funksiyalarına nə aiddir? Yazıram birincisi. Deməli, IP ünvanlandırma, IP addressing deyirlər ona. IP ünvanlandırma
İkinci gedir bizdə marşrut seçimi. Marşrut seçimi yəni OSPF-də bizdə məsələn OSPF-in mənası open source purpose, yəni ən DXT alqoritmi ilə işləyir. Orada bildiyiniz kimi ən qısa marşrut üzərinə, orada kosmetik hop da var. Ən qısa marşrut üzərinə bağlantı var gedir və paketlərin bölünməsi. Və buna da qısaca olaraq deyirlər fragmentasiya. Burada da bizdə bildiyiniz kimi protokollarımıza nə daxildir? Yəni orada yazın. Protokola bizə aiddir IP, ICMP və OSPF. Yəni gördüyünüz kimi burada adresatça da gedir, paketlər də gedir. Cihaz isə təbii ki router olur, o heç. Dördüncü bizim layer'ımız gedir transport layer, yəni nəqliyyat, belə deyək. Transport layer. Transport layer'da vəzifəsi nədir? Prosesdən prosesə məlumat çatdırılması. Burada bizdə funksiyalarda nədir? Port var. Misal üçün switchdə port 1, port 2, port 3. Etibarlı ötürmə, segmentasiya və yenidən ötürmə. Protokollardan isə bizdə, protokol əsasında orada PDU gedir. Deməli, TCP üçün bizdə oynayır segment, yəni segmentasiya. UDP üçün isə datagram var. Baxın, dördüncü, transportdur. Artıq məlumatdır, prosesdən prosesə çatdırılması. Yəni, mən buradan buna ünvanladım, bu router'a, bu switch'ə, bu avadanlığa, yəni artıq burada nəqliyyat rolu oynayır. Yəni adından da bəlli olur ki, end-to-end connection reliability, yəni həm ötürmədir, həm də belə deyək, mübadilən təhlükəsizlik şəkildə, etibarlı şəkildə ötürülməsi. Daha doğrusu isə bizdə 5-ci bizim layer'ımız gəlir. Bir dənə orada yazım. 5-ci bizə session layer'dır. Sessiya səviyyəsi. Burada bizdə vəzifəsi nədir? Sessiyaların idarə olunması. Sessiya deyəndə yəni nə? Birinci, bağlantının qurulması. İkinci, saxlanılması. Üçüncü isə bağlanması. Burada bizdə deməli Session establishment TCP, SIP, RTP, RPC, placed pipes, interhost communication. Yəni iki şəbəkənin arasında sessiyaların idarə olması. Məsəl üçün məsəl üçün A-nı A router B-yə bağladıq. Orada switch də ola bilər, router da bilər, hansısa avadanlıq da ola bilər. Həm bağlantı qurulur, iki avadanlıq hansı, həm saxlanılması, həm bağlantısı rolunu oynayır. 6-cı bizim layer'imiz isə presentation gedir. Yəni təqdimat səviyyəsi. Burada bizim vəzifəmiz nədir? Məlumatların formatlanması. Yəni formatlanması deməli, yəni biz nəyə fikirləşirik? Şifrələnməsi, yəni kodirovkası MD5. Orada bizim şifrələməmiz var, SSH var. Sıxılması, yəni kompressiyası və kodlaşdırılması. Məsəl üçün, nümunədir ki, SSL və TLS protokol. SSL bizdə daha təhlükəsiz, şifrələnmiş formada məlumatlar ötürməsidir, uzaqdan da qoşulmaq üçün. Gördüyünüz kimi, baxın, data representation and encryption. Məsəl üçün, HTML, doc, JPEG, MP3, AVI və socket. Yəni, məlumat mübadiləsi getdiyi zaman, təqdimat gedən, formatlanması zamanı daha təhlükəsiz. Məsəl üçün, elə mənim bir datam ola bilər ki, mən istəməm o gedəndə hansısa bir hücuma məruzə qalsın və yaxud da kimsə onu görsün. Mən ona tam təhlükəsiz şəraitdə göndərməliyəm ki, belə deyək, sıxıntı olmasın. Məsəl üçün, həmişə soruşurlar ki, SSL-la internetin arasında ola bir fərq. SSL-da qoşulma, məsəl üçün, daha təhlükəsizdir, həm məlumat cəhətdə. Amma internetdə artıq orada bəzi
məlumatlar orada açıq formada, yəni şifrələnməmiş gedir. MD5, SHA, yəni orada artıq o biraz çox aşağı səviyyə olduğu üçün biraz güvənsizlik söhbəti yanır orada. Və bizim sonuncu layer'ımız var. Yəni onu da qeyd edək. Application layer. Application layer yəni tətbiq səviyyəsi. 7-ci səviyyə nədən ibarət? İstifadəçi tətbiqlərin şəbəkə ilə əlaqəsini təmin edir. Yəni protokol var. Burada protokol var bizdə onun HTTP, FTP, SMTP və DNS. 7-ci layer'da gördüyümüz kimi Network Process to Application. DNS, 3W, HTTP, P2P, Peer-to-Peer, MIO, POP, SMTP, Telnet, FTP. Yəni siz burada application layer'da şəbəkədə istifadəçinin tətbiqlərin şəbəkə ilə əlaqəsi təmin edir deyəndə, məsəl üçün biz harasa nəyəsə qoşulanda bilirsiniz ki, hər bir elementin özünə görə öz funksiya. Məsəl üçün Telnet, SSH. O var, tamam. Uzaqdan qoşulmaq üçün məlumat ötürməsi. FTP file transfer protokoludur. FileZilla proqramı üzərində işləyir. POP3 Mail, Gmail'ın öz network protokoludur. SMTP Outlook'undur bildiyiniz kimi. DNS də onu da hamı bilir. Yəni sadəcə biz harasa girəndə, harasa nəsə göndərəndə, hansısa bir proqramla işləyəndə sadəcə olaraq o şəbəkə ilə əlaqəni təmin edir ki, bəli, mən məsəl üçün bunu buradan göndərdim, nəsə Dropbox-a göndərdim, Google Drive-a göndərdim, e-maili göndərdim, daha təhlükəsiz. Yəni application layer ondan ibarətdir. Və TCP/IP modelinə gəlmişkən isə internetin real IP'sdə TCP/IP da bu dəqiqə hər bir yanda istifadə olunur deyə. TCP/IP-nin də belə deyək 4 layer'dan ibarətdir. Deməli, TCP/IP layer 4 səviyyədən ibarətdir. Birinci layer onun təbii ki, network access layer'ıdır. İkincisi internet layer. Üçüncü transport layer. Və dördüncü də bizdə application layer'dır. Görürsünüz, hamısında istifadə olunur. İndi gəlin bir dənə yeni nəzərə yetirək. Deməli, birincisi network access layer'da OSI modelində. Yəni bəzən soruşu var ki, məsələn TCP/IP neçənci layer'larda işləyir. OSI modelində physical və data linkdə istifadə olunur. İkinci internet layer'ı bizdə istifadə olunur. OSI network səviyyəsində uyğundur və onun əsas protokolu IP-dir. Yəni bunu beləcə də bilsəniz yetərlidir. Transport layer'ə gəlmişkən OSI deməli TCP və UDP ilə işləyir. Application layer'ı isə OSI-də application, presentation və session layer'larda işləyir. Yəni bunun bəzən soruşu var interviewlarda. OCP TCP müqayisəsini belə deyək də. OSI-da TCP 4 dənə səviyyədə istifadə edilir. Bax bunu mən sizə deyim. Yəni bunu həmişə bilin. Və bəzən soruşu var, həmişə bunun soruşu var ki, bir çox yerlərdə inkapsulyasiya ilə dekapsulyasiyanın fərqi nədir? Ən vacib olan bir şeydir o. Mən onu sizə qısaca yazacağım. Deməli, birinci başlayaq. İnkapsulyasiya. Arkadaşlar, inkapsulyasiya məlumat göndərilərkən, tutalım ki, biz hansı məlumat göndəririk. Hər bir layer'da, hər bir səviyyədə header'a başlığı əlavə olunur. Məsələn üçün, gəlin belə bir nümunə quraq. Biz tutalım ki, HTTP, yəni ortadan da belə qoyuram. Tutalım ki, biz HTTP üzərindən sorğu göndəririk. HTTP üzərindən sorğu göndəririk. O necə gedir? Biz axı onu görmürük. Biz elə yazırıq HTTP 2.5 məkan göndəririk, amma gəlin onu arxa fonda belə deyək, backend tərəfdə baxaq, o necə gedir. Deməli, birincisi application'da o gedir datadan. İkinci, transport layer'da
transport layer'da demək TCP header əlavə olunur yazıram və gedir segment üzərinə. Üçüncüsü, network'da, yəni şəbəkə layer'ında IP header, başlıqda, yəni header o deməkdir, əlavə edilir və paketlərə bölünür. Dördüncüsü, data link'də deməli MAC header əlavə edilir və frame'lərə, kadrlara yəni bölünür. Daha doğrusu və axırıncı da ki bizim təbii ki physical layer'ımızdır. Physical layer'da isə bitlərə çevrilir. Bitlər yəni binary kimi də gedir, 001'lər belə də gedə bilər. Mən nümunə gətirdim sizə. Bu oldu bizdə inkapsulyasiya. Yəni görürsüz bir dənə HTTP sorğusu üçün görürsüz neçə dənə qatlardan gedir və nələr yaranır. İndi keçirik isə dekapsulyasiyada qəbul edən tərəfdə proses əks istiqamətdə baş verir. Yəni biz göndərdiyimiz inkapsulyasiyadır, bu dekapsulyasiyadır. Dekapsulyasiya. Burada necə gedir tərsinəsi? Yəni bit bizdə necə idi? Bit, frame, paket, segment və datadır. Burada isə belədir. Deməli bit, frame, paket, segment və data. Hər səviyyə öz başlığını çıxardır. Gördüyünüz kimi burada artıq gedir. Və OSI layer'da belə bir funksiya var. PDU. Bəziləriniz PDU-nu mən sizə bir şəkil göstərəcəm. Dəqiqə PDU rəqabin. Yoldaşlar, PDU belə bir şey var. Bu bir sizdə Udinicilərdir. Rəqabində yəqin görmüsünüz bu ara. Bu Power Detection Unit deyirlər buna. Siz bunu OSI layer'daki PDU ilə səhv salmayın. Yəni bunu çox varınız artıq görmüsünüz burada. Tokular taxılır, switch'in, router'ın falan bekməkin. Bu başqa bir şeydir. PDU əslində. O siz dediyiniz, tamam, o helpdesk tərəfə aiddir. PDU protokol data unit deməkdir. Yazıram hepsinin için burada. Protokol data unit. Bəzən sual verirlər PDU nədir? Ona görə deyirəm. Deməli PDU deməli bizə səviyyələrdədir. Deməli səviyyə necə hesablanır bizə? Yəni layer'larda. Deməli physical layer yazıram. Orada bit gedir. Yəni hər belə deyək, mən burada yuxarıda sadaqladığımda burada görsə protokol. Bu misal üçün 1 2 3 yazdığım o var, PDU-lar gedir. UTP-dir, MAC-dır, IP var da. Protokol ayrı, bu 3 dənə qeyd edim, bu PDU-ya aiddir. Yəni belə deyək. Physical layer-da bitdi. Data link-də frame-dir. Network-da paket, transportda segment, application'da isə datadır. Yəni bu belə bölünür. Məsəl üçün adi bir praktika deyim sizə. Biz web browser açırıq, sayt açırıq. Yəni məsəl üçün gəlin Chrome'dan bir sayt açaq. Məsəl üçün 2ip.ru məsəl üçün də. ISO. İndi biz sayta daxil olduqda tamam, internetimiz var, hər bir şey qaydasındadır. Amma biz axı görmürük axı o hansı layer'lardan nə cür gedir bu saytı ünvanlanır. Deməli, HTTP sorğu hazırlanır. TCP segmentlərə bölünür. IP ünvan əlavə edir. Ezenti frame yaradır və fiziki mühitə ötürülür. Yəni server tərəfdə isə eyni proses əksinə icra olunur. Yəni enkapsulyasiya, dekapsulyasiya məsələsi. Yəni adi biz məsəl üçün bunu açdıq, tamam, hamısı layer'lardan keçdi, tamam, o bizə obratla sorğu verdi ki, bəli. Yəni adi DNS-ə biz necə sorğu göndəririk? Məsələn, sayta girəndə. Bu da həmçinin elə bir şeydir.
Yəni gördüyünüz kimi layerlarımız bundan ibarətdir. Mən bu şəkili əslində burada bir dənə də mənim bir şəklim var. Onu da sizə göstərim. O simadır. Çünki bəziləri var tam anlaya bilmir ki, məsələn, hər layer nə row var. Məsələn, görürsüz fiziki layerdə tamam. Hə, başlıq var vurulub binary, yəni bit sistemi ilə orada gedir. Hə, İkincidə bizdə data linkdə dediyim kimi frame'lərdir. Gördüyünüz kimi burada da yazıb Ethernet, Wi-Fi, Inter-Network Connection. Network layer'də bizdə paketlərdir. Gördüyünüz kimi IP, ICMP, IPsec paketlər. Transport layer'da isə bizdə segmentlərdir. Segmentasiya var, TCP, UDP üzərindən. Session layer'da bizdə soketlərdir. Yəni sessiya vardı. Prezentasiyada kompressiya, dediyim encoding, encryption, TLS, SSL. Application layer isə request response, HTTP, FTP, SMTP. Yəni bir-birlərinə ötürülmə. Məsələn, mən mail göndərdim, mail mənə gəldi. Mən FTP üzərinə hansısa serverə bir məlumat, hansısa bir sənəd göndərdim. Orada saxlayıcı edirdim, filan beşməkan. Yəni hər layer'ın özünə görə işləmə rolu var. Bu OSI modeli elə bir mövzudur ki, təcrübəniz olmadı belə helpdesk-də həmişə bunu sual verirlər. Network sahəsində belə sistemdən də verəcək. Biz niyə təkcə bu OSI-də helpdesk-ə aid deyil. Burada çünki gördüyünüz kimi network-da server tərəfdə də var. Yəni burada hər bir elementin IT ilə bağlı rolu var. Yəni elə düşünməyin ki, bu sırf helpdesk-ə aiddir. Network-un, infosec, nə bilim security sistemi buna DevOps-un aidiyyəti yoxdur. Xeyr. Çünki DevOps-da da şəbəkə rol var, serverdə də şəbəkə var, sistem var, networkda da var, helpdesk-də də var. Çünki biz gündəlik bu prosesləri edirik. Harasa mail göndəririk və yaxud da harasa biz qoşub nəsə edirik, nəsə yükləyirik, hansısa saytlara daxil oluruq. Yəni hamısı gördüyünüz kimi bu layerların işləməyə çox böyük rolları var. Bu günlük bu qədər dostlar. Ən əsas OSI layerimiz idi. İnşallah gələn network dərsimizdə görüşənədək.